Elm və təhsil sahəsi üzrə ekspert, keçmiş deputat Etibar Əliyev ölkədə təhsil sistemində aparılan islahatlarla bağlı tənqidi fikirlərini bölüşüb. O, sosial şəbəkədə yazdığı geniş analizdə deyib ki, təhsil menecerləri məktəbi repetitorluq institutuna təhvil veriblər və bunu bilərəkdən ediblər. Ekspert qeyd edib ki, məktəb idarəetməsi pozulub, məktəb mühiti dağıdılıb, müəllim-şagird, müəllim-direktor, valideyn-direktor münasibətləri zədələnib. Onun sözlərinə görə belə bir mühitdə islahat aparmaq absurddur. Orta təhsilin inkişafı üçün əvvəlcə təhsil mühitini sağlamlaşdırmaq lazımdır. Etibar Əliyev əlavə edib ki, cəmiyyət artıq bu idarəçilərdən inkişaf gözləmir. Çünki onlar səmimi deyirlər. O, nazirin son açıqlamalarını da satirik şəkildə şərh edib. Deyəsən, yad planetlər yenə də nazirin qulağına nəsə pıçıldayıb. Dostları ilə yeyib içməkdən gələndə gecə vaxtı yanından keçdikləri məktəblərin işıqlarını yanan görüblər. Emin müəllim qəflətən qışqırıb. Aha, islahat! Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.